Ümumiyyətlə, cərrahi əməliyyatdan sonra bu yırtıqların yaranması məsələsi nəyə dayanır? Bu, əməliyyat edən həkimin qeyri-peşəkarlığıdırmı, yoxsa bu yırtıqların olması bəzi xəstəliklərə görə, göstərici faktoruna görə olması normaldır? Artıq patologiyadan söhbət gedirsə, burada normadan danışa bilmərik. Burada normal bir hal deyil ki, artıq patoloji bir vəziyyət yaranıbdır. Amma yırtıqların yaranma səbəbləri bir fizioloji zəif nöqtələr var bədənimizdə. Bəzən görürsünüz, uşaqlar doğulur, göbəyində yırtıq, qasığında yırtıq. Bu, anadan gəlmə yırtıqlardır. Bundan başqa, orqanizmdə qarının ön divarında zəif nöqtələr var ki, hansı ki, göbək həlqəsidir, qasıq həlqəsidir və s. Bunlar yırtığın yaranması üçün bir qapıdır. Əgər insan ağır fiziki iş görərsə, daha çox qəbizliyi olarsa, daha çox qarın travmaları alarsa və s. hallarda qarındaxili təzyiqi artıran səbəblərdən dolayı qarındaxili orqanlar həmin zəif nöqtələrdən dəri altına doğru qabarır. Belə halda artıq yırtıq formalaşır. Yırtığın formalaşması üçün şərtlər lazımdır. Bu şərtlərdən birincisi yırtığın qapısı olmalıdır. Qapı nə oldu? Bayaq vurğuladığım zəif nöqtələr. Bu, təbii anadan gəlmə zəif nöqtələrdir. Digər qazanılmış zəif nöqtələr də var ki, keçirilmiş əməliyyat yerinin çapığı, travmadan sonra qalan demək, çapıqlar və s. Bunlar da qazanılmış yırtıq qapısı üçün zəif nöqtələrdir.